Home tabının növbəti qrupu alignment qrupudur və Excel-də xana daxilindəki məlumatların necə yerləşdiriləcəyi üçün istifadə olunur. Bu qrup vasitəsilə biz məlumatları xanada həm şaquli, həm də üfüqi istiqamətdə nizamlaya, mətnin istiqamətini dəyişə və cədvəli daha oxunaqlı hala gətirə bilərik. Alignment qrupu cədvəllərdə xüsusilə başlıqlar və qruplamalar üzrə işləyərkən çox vacib rol oynayır. Yuxarı hissədə yerləşən bu üç əmr vertical alignment deyilir. Yəni biz xana daxilində məlumatları xananın yuxarı hissəsində yerləşdirmək istəsək bu əmr vasitəsilə, orta hissədə yerləşdirmək istəsək bu əmr vasitəsilə, aşağı hissədə yerləşdirsək bu əmr vasitəsilə yerləşdiririk. Aşağı hissədəki bu üç əmr vasitəsi isə horizontal alignment deyilir. Yəni biz məlumatları xananın daxilində sol tərəfdə yerləşdirmək istəyiriksə bu əmrdən istifadə edirik. Orta hissədə yerləşdirmək istəyiriksə bu əmrdən istifadə edirik. Sağ tərəfdə yerləşdirmək istəyiriksə bu əmrdən istifadə edirik. İndi isə cədvəldə işləyərək bu əmrlərin iş prinsiplərinə baxaq. Hər hansı bir xananı seçib onun yerləşdiyi sətrin hündürlüyünü artıraq və həmin xananın yerləşdiyi sütunun enini artıraq. Gördüyünüz kimi məlumatımız kiçik olsa da xanamızın genişliyi böyükdür. Və biz bu geniş xana daxilində məlumatımızı istədiyimiz yerdə yerləşdirə bilərik. Vertical alignment əmrləri vasitəsilə üst hissədə, orta hissədə, aşağı hissədə yerləşdirə bilərik. Horizontal alignment vasitəsilə olduğu yerdə qalır, hal-hazırda olduğu yerdə. Çünki sol tərəfdədir məlumat. Orta hissəyə gətiririk və sağ hissəyə gətiririk. Və misal üçün biz məlumatımızı Excel xanasının tam ortasında yerləşdirmək istəyirik. Bu zaman vertical orta və horizontal orta əmrini seçərək məlumatımızı tam ortaya yerləşdiririk. Raptex əmri vasitəsilə uzun mətnləri bir neçə sətrə bölərək xananın daxilində yerləşdirə bilirik. Bu əmrlər sütunun eni dəyişdirilmədən məlumatlar oxunaqlı halda qalır. Misal üçün cədvəlimizi normal vəziyyətə gətirib yoxlayaq, bu əmri yoxlayaq və bu sütunun deyək ki, eninin bir qədər qısaldaq. Gördüyünüz kimi bəzi məlumatlar var ki, burada biz onu oxuya bilmirik. Məlumatı tam oxuya bilmirik. Bunun üçün biz Raptex əmrindən istifadə edirik və sütunun eni dəyişilmədən biz məlumatları iki sətrə bölüb oxuya bilirik. Növbəti əmr Merge and Center əmridir. Bu əmr vasitəsilə biz bir neçə xananı birləşdirir və ilk xananın məlumatını birləşmiş xanalar mərkəzindən yerləşdiririk. Adətən cədvəl başlıqları üçün istifadə olunur. Amma çox istifadə edilərkən struktur problemi yaranır. Misal üçün biz hansısa bir iki xananı birləşdiririk. Gördüyünüz kimi bu iki xananın birləşməsində birinci xananda olan məlumat birləşmiş xananın tam ortasına yerləşdirilir. Orientation əmri isə vasitəsilə mətnin şaquli, meyili və ya fərqli bucaqlar altında göstərilməsinə imkan verir. Sütun başlıqları üçün yerə qənaət etmək məqsədi ilə tez istifadə olunur. Digər əmrlər isə decrease and increase indent əmrləridir. Xana daxilində mətnin sağa və sola doğru məsafəni artırır və ya azaldır. Siyahı tipli məlumatlarda vizual nizam yaratmaq üçün faydalıdır. Misal üçün belə bir şey göstərək. Biz məlumatı sağa doğru çəkirik və yaxud da sola doğru çəkirik. Alignment qrupunun sağ-aşağı hissəsində yerləşən ox vasitəsilə biz Alignment Settings pəncərəsini, yəni daha çox tənzimləmələr pəncərəsini aça bilirik. Açılan pəncərədə görə bilirik ki, Horizontal, Vertical, Orientation, Intent əmrləri Alignment qrupunun özündə var idi. Və biz burada bu əmrlərdən müxtəlif növ seçimlərlə istifadə edə bilərik. Aşağı hissədə yerləşən Text Control hissəsində biz Raptex və Merge Cells əmrlərini qrupda görmüşük. Burada qrupda görmədiyimiz bir əmr Shrink to Fit'dir. Hansı ki, bu əmri belə bir izah edək ki, biz məlumatı xana daxilində görə bilmiriksə, hər hansı bir variantlardan istifadə edirik. Bu variantların biri sütun eninin uzadılmasıdır bu formada. Digər variantı deyək ki, Raptex əmrindən istifadə edərək, bir neçə sətrə bölərək məlumatı bizə tam göstərir. Növbəti bir variant isə belədir ki, burada gördüyümüz kimi məlumatı tam görə bilmirik və biz heç bir sütunun, sətrin ölçüsünü dəyişmək istəmirik. Bu zaman biz
shrink to fit əmrini seçərək biz məlumatı xananın ölçüsünə uyğun olaraq kiçildə bilərik. Növbəti bir bölmə isə right to left, hansı ki bu bölmə deyək ki bizim daha doğrusu müəyyən bir dillər vardır ki, ərəb dili, fars dili, ivrit dili. Burada normal dil yazılışlarından fərqli olaraq soldan sağa doğru deyil, sağdan sola doğru yazılır. Bu zaman biz bu bölmədən istifadə edərək həmin düzgün yazılış qaydasını keçə bilərik. Sözsüz ki bu bizə lazım olmayacaq. Məlumatımız olsun deyə qısa bir məlumat. Alignment qrupu haqqında son olaraq onu da deyim ki, bu qrup da font qrupu kimi Excel-də məlumatın özünü dəyişmir. Amma məlumatın necə oxunduğunu və necə qəbul edildiyinə birbaşa təsir edir. Düzgün hizalanmış cədvəl isə həmişə daha peşəkar görünür.